Yeni klinikanın yeni robotik reabilitasiya və sümük iliyi transplantasiyası mərkəzlərinə mediatur təşkil olunub. Turun məqsədi media nümayəndələrini yeni açılan mərkəzlərin fəaliyyəti, tətbiq edilən yeniliklər və gələcək planlarla tanış etmək olub. Mediaturda təbib rəhbərliyi, klinikanın rəhbər şəxsləri və media nümayəndələri iştirak ediblər. Əvvəlcə 3600 kvadrat metr ərazidə qurulan yeni robotik reabilitasiya mərkəzi nümayiş olunub. Bildirilib ki, burası ölkədə reabilitasiya sahəsində texnoloji inqilab yaradan ilk mərkəzlərdəndir. Mərkəz neyrotravmadan tutmuş ortopedik, pediatrik, kardiopulmonar, onkoloji və geriatrik reabilitasiyaya qədər geniş xidmət spektri təqdim edir. Müasir robotik sistemlər vasitəsilə pasientlərin funksional müstəqilliyi və hərəkət imkanları bərpa olunur. Stasionar və ambulator şəkildə xidmət göstərən məntəqədə yüksək ixtisaslı tibbi komanda fəaliyyət göstərir. Daha sonra media nümayəndələri yeni fəaliyyətə başlayan sümük iliyi transplantasiyası mərkəzi ilə tanış olublar. Mərkəz hemato-onkoloji xəstəliklərin müalicəsində beynəlxalq standartlara uyğun şəkildə həm autogen, həm də allogen transplantasiya həyata keçirməyə imkan verir. 22 çarpayılıq şöbə HEPA filtrasiyalı hava sistemi, tam izolyasiya şəraiti və gücləndirilmiş infeksion nəzarət ilə təchiz olunur. Sümük iliyi transplantasiya beynəlxalq protokollara əsasən xüsusi hepafiltrasiya olunmuş mərkəzdə həyata keçirilməlidir. Xəstələr transplantasiya olunan gündən əvvəlki mənfi günlərində, 0-cı gün və müsbət günlərində tam steril otaqda müalicələrini